Mən Abdullayev Abdullah Qurbanoğlu amansız xəstəliyə görə balalarımdan doymadan bu dünyadan getdim. Balalarımla Vüqar, Arif, Gülşən, Könül hər birinizi görmək üçün çox darıxmışam. Kaş gələ biləydim, evinizdə olaydım, hamınızı bir yerdə görüb qucaqlayaydım. Yanınızda olmasam da deyilən edilən hər şeydən xəbərdaram. Sizi görürəm və hiss edirəm. Oğlum Arif'in xəstəliyi ruhumu daim narahat edir. Allaha duam odur ki, ona şəfa versin və üzünü güldürsün. Kaş nəvələrimin xoş günlərini görəydim. Kaş baba kimi onlara xeyir dua verə biləydim. Bilin ki, sizi hər an görürəm, ruhum həmişə yanınızda olur balalarım.